Bu qadın vaxtı ilə gözəlliyi ilə seçilirdi. Amma sonradan onun başına gələnlər sizi üzəcək. Mary Ann Bevan 1874-cü ildə İngiltərədə doğulmuşdu. O tibb bacısı idi. Evləndikdən sonra 4 övlad anası oldu. Həyatı normal gedirdi. Ta ki onun başına gələcəyi ağır xəstəliyə qədər. 30 yaşından sonra Mary'nin bədəni qəribə şəkildə dəyişməyə başladı. Üz cizgiləri kobudlaşdı. Əlləri və ayaqları böyüməyə başladı. O, nadir və ağır bir xəstəlik olan akromeqaliya ilə mübarizə aparırdı. Öz işlədiyi işindən qovuldu. Həyat yoldaşı vəfat etdikdən sonra 4 uşağı tək başına baxmaq üçün iş axtarırdı. Amma heç kim onu işə qəbul etmirdi. Çünki xarici görünüşünə görə insanlar ondan qorxur, hamı onu lağ edir, ələ salırdılar. Nəhayət, o bir sirkin diqqətini çəkdi və ona təklif etdilər. Sən bizdə dünyanın ən çirkin qadını kimi çıxış et. Biz də pulunu verək. Mary övladlarına baxa bilmək üçün bu alçalıcı rolu qəbul etdi. O səhnəyə çıxanda bütün zal gülməyə başlayırdı. Geri qayıtmaq istəyəndə isə ağlına uşaqları gəlirdi. Onlar üçün bunu məcburam deyib işinə davam edirdi. İllərlə tamaşaçıların lağ obyektinə çevrildi. Amma o heç vaxt utanmadı. Çünki hər təhqir onun övladlarının bir parça çörəyi deməkdir. Bu cür maraqlı hekayələr üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Sizinlə mən Samir Sahidoğlu idim. Görüşərik.